Görürsən də mübarizə apara bilmirsən o adamla. Görürsən alınmır da, yəni həsəd əl çəkmir səndən. İmkanın varsa mühiti değiş. Ondan uzaqlaş. O sənə çağırmır, ya çayxanada oturaq, getmə də. Nə dərddir? Gəlsən otursan lap dərdini artır. O da başlayır danışma uğurlarına. Oturma qardaş onunla. Salma özünü cəncələ. Axşam da bütün günü ay Allah mənə qutar buna. Oturma rahat. Öz həyatından məşğul ol. Ya məsələn görsən biri evdir, 2 xanım, 2 gəlin yola getmir. Da həsəd daxil olub. Bir oğul tərk edib evi gedə bilər. Ya mən qaynana qayıdır deyir ki, anası da indi oğul anası. Getmə ki, halal eləmərəm. Görsən də bunlar qırır bir-birini, bırak getsin. Biri o yanda yaşasın, biri bu yanda hərdən gələrlər də. Bizə pis baxarlar. Pis baxarlar o ailə dağılsın. Onda necə baxacaqlar? Şeytan daha daxil olub da ailənin içində. Düzəlmir də. Bunun bir analar, atalar inşallah danışacağım da demişəm. Olmaz ki belə, diqqətli olun ailələr dağılmasın, övladlarımızın ailəsi dağılmasın. Mühiti değiş. İmkan təqdirində. 5-ci nədir? Köklərini tapın günahların. Bax, həsədin mən kökün ki sizə danışmışam. Danışmışam ama sizə. Heç ki istəməsin danışmamışam. Xülasəsini də yazıb qoyurlar sizin üçün. Yəni tələbələr inanın ki, mən bilirəm neçə saat əziyyət çəkib onu xülasə eləyirlər sizin üçün. Gedin açın oxuyun. Düzəldirlər sizin qısa. Mən köklərini danışmışam orada. Hardan qaynaqlanır həsəd? Kökün tapın, onu müalicə edin. Kök müalicə olunmasa, elə bir tikanı üstdən vurursan. 5-6 günə nə oldu? Yenə çıxdı. Vur üstdən. 5-6 gün kökdən çıxardı batmaq lazımdır. Kökü nədir? Kibirdir. Nədir? Onu tap. Tamaqdır. Nədir? Tap onu çıxart. Onu müalicə eləmək lazımdır. Onu. Yəni həsədə şərait yaradan nədir? Onu tapmaq lazımdır. Gələk bizə tapşırıq hədislərdə ki, günahın şərait yaradan amillərdən də qaçın. Biri gəldi İmam Sadiq ilə görüşdü. İmam Sadiq ona dedi ki, bura gəlmisən qalmağa, dedi bəli. Dedi eynə nəzəltə, harda qalsın, dedi filan yerdə. Dedi mə'kə əhəd, tək qalacaqsan, dedi bəli. Dedi la təkun vəhdək, təhavvəl anə. Tək oturma bir evdə. Sən tək qalsan şeytan başını istədi. Adam var tək olanda günah edir axı. Dostu olanda qoruyurdu, onu tutur əlindən. İmam Sadiq ona dedi, bu təkliyin şərait yaratacaq günah var. Eləmə. Adam var tək yox. Məsələn, naməhrəm ikisi bir yerdə qalsa, xanımla oğlan. Bir dənə şeytandan söz deyim də, Allah ona lənət eləsin, amma yaxşı söz deyib də. Yaxşı söz deyib, öz yanına deyib amma. Allah ağlını alıb əlindən. Musa Peyğəmbərə deyir. Deyir, fə-inni ləstu əcəl beynəkuma rəsulən qeyri. Əgər 2 dənə əvvəli var. Əgər bir xanım, bir oğlan, bir otaqda ikisi olsa, mən oraya heç kəsi göndərmərəm. Bunda bir ordusu var da, vəsvəsə edənləri var da, heç kəsi göndərmərəm. Neyniyərsən biz? Özüm birbaşa gedərəm. Ora mənlikdir. Özüm fürsət tapmışam, qorxuram fürsət fota getsin. Birdən göndərdiyim bacarmaz axı. Bundan böyük fürsət. İkisi bir-birindən danışır. Diqqət edirsiniz? Günahın şəraitindən də qaçmaq lazımdır. Nəyə ki, günahdan? Biz şəraitinə salırıq, sonra çıxmaq istəyirik. Günahın şəraitinə daxil oluruq, ondan sonra neyini çıxmaq istəyirik. Allah qutar bizi. Bataqlığa düşmüşük, çıxmaq istəyirik, çapallayırıq. Düz Allah'a bir əlini atırır oradan, yenə çıxardır. Düşmə də bu bataqlığa da. Adama deyərlər, qaç da bu bataqlıqdan. Yaxşı. Müalicənin 5 dənə praktik tərəfini dedim. Qəşəng ay gəldi. Rəcəb ayı. Bismillah. Kim istəyir buyursun.